Qol sənətinin ustası Xiaomi 17T seriyası artıq Azərbaycanda. Bu həftə Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat gecəsində iştirak etdim. Tədbir çərçivəsində cihazları ilk təcrübə edənlərdən biri olmaq və bu xüsusi gecənin atmosferini yaşamaq imkanım oldu. Açığı, bu layihə və tədbir yanaşması sadəcə növbəti məhsul nümayişi deyildi. Tədbir xüsusi olaraq Football Night Experience konseptinə qurulmuşdu və özündə texnologiya, futbol və əyləncəni mükəmməl şəkildə bir araya gətirirdi. Tədbirin qrafiki çox dinamik planlaşdırılmışdı və rəsmi təqdimat hissəsindən sonra qonaqlar üçün xüsusi şərait yaradılmışdı. Yeni cihazları şəxsən sınaqdan keçirmək şansımız oldu. İştirakçılar üçün müxtəlif interaktiv aktivliklər təşkil edilmişdi. Gecənin sonuna doğru maraqlı lotereya oynanıldı. Smartfonları test etdikdən sonra ən diqqətimi çəkən məqam istifadəçi təcrübəsinin necə zənginləşdirilməsi və tədbirin gəlin bu möhtəşəm gecədə birlikdə parlayaq devizinə tam uyğun keçməsi oldu. Qlobal texnoloji yeniliklərin ölkəmizdə belə interaktiv və fərqli konseptlərdə təqdim olunması texnologiya sevərlər üçün olduqca maraqlı nümunədir. Bəs sizcə yeni bir smartfon alarkən ən çox hansı xüsusiyyətin üstün olmasına diqqət edirsiniz? Kamera, batereya ömrü, yoxsa prosesor? Şərhlərdə fikirlərinizi yazın.